Hamınızın bayramınız mübarek olsun. Bu Ramazan ay boyunca elədiyiniz ibadetleri, duaları, tuttuğunuz oruçları, namazları Allah qəbul eləsin. Çox mübarək bir gündür, çox mübarək saatlardır. İlin ən fəzilətli günlərindən biri Fitr bayramı günüdür. Peyğəmbər buyurur ki, Fitr günü nadə munadin, bir carçı nida eləyər. Eyyuhəl mu'minun, ey müminlər, uğdu ilə cəvaizikum, tələsin mükafatlarınızı almağa. Soruşdular ki, Ramazan ayının mükafatı Qədir gecəsində verilmir. Buyurdu ki, xeyr, insan bir işi görüb bitirməmiş onun muzlun verməzlər, onun mükafatını verməzlər. Ramazan ayının orucu bitdikdən sonra Allah mükafat paylayır. İndi biz bilmirik göylərdə nə xəbər var. Göyün mələkləri oruç tutanlara fəxr eləyir. Bugün ibadət eləyənlərə fəxr eləyir. Bayramımız mübarək olsun. Allah dünyamızı, ahirətimizi abad eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk. Bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu namaza cəm olan dünyanın hər yerində ibadət eləyən möminlərin dua ibadətlərini qəbul elə. İlahi aqibətimizi xətmə bi xeyr elə. İlahi gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Gələn ildə mübarək Ramazan ayında oruç tutmaq, ibadət eləmək neymətini bizə nəsib elə. İlahi verdiyin neymətləri əlimizdən alma. Doğma Azərbaycanımızı, vətənimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. Torpaqlarımızı işğaldan azad eləmək üçün torpağımızın hər qarşı uğrunda qan verən, can verən şəhidlərimizin müqəddəs ruhun bizə duaçı qərar ver. Onların müqəddəs ruhu qarşısında qiyamət günü bizi